Qoç bürcü. Özünüzdən və başqalarından çox şey gözləməyin. O zaman məyus olmayacaqsınız. Sakitliyi qorumaq asan olmayacaq, amma cəhd etməlisiniz. Təsir edə bilməyəcəyiniz məsələlərdə gözlənilməz gecikmələr mümkündür. Günün ilk yarısında mühüm qərarlar qəbul etməməli, uzağa gedən nəticələr çıxarmamalısınız. Diqqəti adi işlərə yönəldin. Vəziyyət tezliklə yaxşılığa doğru dəyişəcək. Əksər qoçlar gizli istedadları oyatacaqlar ki, bu da bəzi məsələlərin həllində çox faydalı olacaq. Çətin və qeyri-müəyyən situasiyalardan çıxış yolu tapa biləcəksiniz. Şəxsi həyat xoş sürprizlər təqdim edə bilər. Ulduzlar işarə edir, istər-istəməz sizi güldürən, sadəcə olaraq yaxşı danışan olmaya bilər. Ola bilsin ki, mehribanlığın arxasında daha ciddi bir şey gizlənir və bunu qeyd etmək lazımdır. Detektiv oynamayın, göstərişləri deşifrə edin. Sadəcə anı həzz almaq daha yaxşıdır. Axşama yaxın ətrafınızdan kimsə gözlənilməz bir hərəkətlə sizi təəccübləndirə bilər. Bir buket çiçək, gəzintiyə çıxmaq üçün kortəbi təklif və ya hətta adi bir iltifat xüsusi səslənəcəkdir. Əvvəllər yalnız dost kimi qəbul edilən birinə şans verin. Romantika bəzən ən gözlənilməz dönüşlərlə başlayır. Buğa bürcü. Kifayət qədər səy göstərsəniz, çox şeydə uğur qazanacaqsınız. Eyni anda bir neçə işi görməli, iş tapşırıqları ilə məşğul olmalı və ailə məsələlərini həll etməli olacaqsınız. Hər şeyin öhdəsindən uğurla gələcəksiniz. Ən əsası xırda-xırda fikirlərə qapılmamaq və addım-addım hərəkət etməkdir. Əksər buğalar sakit və balanslı olacaqlar. Ona görə də heç bir sürpriz onları yoldan çıxara bilməyəcək. Günortadan sonra psixi tarazlığı saxlamaq çətin olacaq. Heç bir tənqidi, şərhi şəxsən qəbul etməsəniz uğur qazanacaqsınız. Həm həmkarlarınızla, həm də yaxınlarınızla vacib məsələləri müzakirə etməkdən çəkinməlisiniz. Qarşılıqlı anlaşmaya nail olmaq həmişəkindən daha çətin olacaq. Hər şeyi öz yerinə qoymaq arzusu münasibətlərdə qəddar bir zarafat oynaya bilər. Tərəfdaşınız hisslər haqqında danışır və siz artıq hər bir intonasiyanı zehni olaraq təhlil edirsiniz. Dayanın. Bəzən ən ağıllı sözlərdən daha çox danışmaq üçün sadəcə qucaqlamaq və susmaq kifayətdir. Uzun söhbətlər olmadan birlikdə vaxt keçirməyə çalışın. Filmə baxın, parkda gəzin, şam yeməyi bişirin. Susmaq həmişə problemlərin əlaməti deyil. Bəzən o qədər yaxın olduğunuza işarədir ki, sözlərə sadəcə ehtiyac yoxdur. Məntiqin uğursuz olduğu yerdə istilik və dəstək möcüzələr yaradır. Əkizlər bürcü. Cəsarətli və qətiyyətli hərəkətlərin vaxtıdır. Fəaliyyətiniz və müəssisəniz artacaq ki, hər hansı bir çətinlik sizə heç bir şey kimi görünməyəcək. Bir çox əkizlər öz səyləri sayəsində təsir edici nəticələr əldə edə biləcəklər. Uzun müddətdir ki, hər kəs üçün əlçatmaz olan məsələləri ölü nöqtədən köçürmək mümkün olacaq. Səlahiyyətinizi gücləndirmək və rəhbərliyin gözündə özünüzü sübut etmək fürsəti yaranacaq. Gələcəklə bağlı planlar qurmaq və onları etibar etdiyiniz insanlarla müzakirə etmək üçün əlverişli gündür. Kömək heç gözləmədiyiniz insanlardan gələcək. Nadir hallarda ortaq dil tapa bildiyiniz insanlarla belə razılığa gələ biləcəksiniz. Cazibədarlıq tam gücü ilə işləyir. Bir söhbət kiminsə ürəyini əbədi fəth edə bilər. Bu hədiyyədən ağıllı istifadə edin. Səmimiyyət və səmimiyyət sizi qarşısalınmaz edəcək. Əgər çoxdan hisslərinizi etiraf etmək və ya kimisə görüşə dəvət etmək istəmisinizsə, ulduzlar bəli deyirlər. Adətən qaçdığınız mürəkkəb mövzular bugün asan və təbii səslənəcək. Həqiqətən vacib olana toxunmaqdan qorxmayın, sözləriniz həmsöhbətin ürəyində cavab tapacaq. Və kimsə sizinlə flört edirsə, hiss etməmiş kimi davranmayın, qarşılıqlılıq gözəl bir hekayənin başlanğıcı ola bilər. Xərçəng bürcü. Əzmkarlıq və özünə inam uğurun açarı olacaq. Daha əvvəl heç vaxt qarşılaşmadığınız işləri belə başa düşə biləcəksiniz. Bu prosesdə siz yeni bir şey öyrənə və bir çox bacarıqları əhəmiyyətli dərəcədə təkmilləşdirə biləcəksiniz. Bəzi xərçənglər yaxın gələcəkdə həyatlarına əhəmiyyətli dərəcədə təsir edəcək faydalı əlaqələr quracaqlar. Hakimiyyət və digər nüfuzlu şəxslərlə ortaq dil tapmaq asan olacaq. Eyni zamanda heç yerə tələsməməli və öz gücünüzü çox qiymətləndirməməlisiniz. Tələsik vədlər verməyin, onları yerinə yetirə biləcəyiniz fakt deyil.
Hər hansı bir işdə sizə kömək təklif edilsə, imtina etməyin. Darıxdırıcı və rutin işləri digər insanlara həvalə etmək və özünüz daha yaradıcı və həyəcanlı bir iş görmək fürsəti olacaq. Səmimi və açıq olmaq qabiliyyətiniz zəiflik deyil, həqiqi hisslər üçün maqnitdir. Etibar etdiyiniz birinə həssaslığınızı göstərin və bunun sizi nə qədər tez yaxınlaşdırdığını görün. Yaxınlarınızdan kimsə təkcə sözdə deyil, həm də əməldə kömək təklif edə bilər. Bunu xüsusi diqqət əlaməti kimi qəbul edin. Bugün işgüzar görüşlər şəxsi kəşflərə çevrilə bilər. Layihəni müzakirə etdiyiniz həmkarınız birdən-birə peşəkar deyil, bir insan kimi maraqlı olur. İş söhbəti daha intim mövzuların müzakirəsinə rəvan axsa, təəccüblənməyin. Bu, bugün üçün olduqca təbiidir. Şir bürcü. Günün başlanğıcı ən asan olmayacaq. Bir çox şirlər diqqətlərini işə cəmləyə bilməyəcəklər. Onlar öz vəzifələrini laqeyd etmək və əvvəllər verilmiş vədləri unutmaq istəyəcəklər. Bu cür vəsvəsələrə təslim olmamalısınız. Əks halda xoşagəlməz nəticələr çox vaxt çəkməyəcək. Rutin işlərlə məşğul olun. Bu sizə düzgün əhval-ruhiyyə qazanmağa kömək edəcək. Bütün planlarınız dərhal həyata keçirilməyəcək. Buna fəlsəfi yanaşın və əlinizdən gələni etməyə çalışın. Günün ikinci yarısında emosiyaların öhdəsindən gələ, rahatlıq tapa biləcəksiniz. Adətən bir-birinizi başa düşməkdə çətinlik çəkdiyiniz insanlarla belə əlaqə qura biləcəksiniz. Onlar sizin ideyalarınızı dəstəkləyəcək və istənilən işdə kömək edəcəklər. Ona görə də ətrafınızdakılardan kömək istəməkdən çəkinməyin. Ətrafınızdakiların davranışındakı dəyişikliklərə diqqət yetirin. Kimsə gözlənilməz həssaslıq və ya qayğı göstərə bilər. Bunu nəzakət və ya təsadüf kimi yazmayın. Bəlkə də insan hisslərini göstərmək üçün bir yol axtarır. Sizin vəzifəniz onlara belə bir fürsət verməkdir. Bir təsadüfi jest qola toxunma, adi haldan biraz daha uzun müddət davam edən bir baxış, saatlardan çox mesaj göndərmək mənasını verə bilər. Şifahi olmayan işarələrə diqqətli olun və eyni şəkildə cavab verməkdən qorxmayın. Bəzən sözlərin bilmədiyi bədən dili deyir. Qız bürcü. Anı ələ keçirin. Sizi qeyri-adi dərəcədə uğurlu gün gözləyir. Lakin verilən imkanlardan yararlanmaq vacibdir. Cazibədarlığınız nəzərə çarpacaq dərəcədə artacaq ki, bu da başqalarının diqqətindən yayınmayacaq. Bir çox qız bürcü nüfuzlu insanların dəstəyini qazana biləcək. Yeni başlanğıclar və ya öz biznesinizi açmaq üçün əlverişli zamandır. Əvvəlcə çox mehriban olmayanlarla belə asanlıqla razılığa gələ biləcəksiniz. Maliyyə vəziyyətinizdə xoş dəyişikliklər gözlənilir. Hədiyyələr, gözlənilməz sürprizlər və parlaq hadisələr istisna deyil. Bəzi işgüzar münasibətlər romantik münasibətlərə çevrilə bilər. Gündəlik fəaliyyətlərinizdə sizə kimin kömək etdiyinə daha yaxından nəzər salın. İşdən sonra sizə minmək imkanı verir. Tapşırıqların yerinə yetirilməsinə kömək edir. Dəstək təklif edir. Bu praktikliyin arxasında romantik maraq gizlənə bilər. Layihə və ya təsadüfi işgüzar nahar üzərində əməkdaşlıq daha böyük bir işin başlanğıcı ola bilər. Birlikdə sərxoş bir qəhvə münasibətlərinizi kəskin şəkildə dəyişə bilər. İşgüzar görüş qəflətən şəxsi nota keçərsə, təəccüblənməyin, ulduzlar belə keçidlərə üstünlük verirlər. Əsas odur ki, baş verənləri çox diqqətlə təhlil etməyin. Hisslərin təbii şəkildə inkişaf etməsinə icazə verin. Tərəzi bürcü. Səhər biraz daha çox işləməli olacaqsınız. İş məsələlərini həll etməklə bərabər, ailə məsələləri ilə də məşğul olmalı olacaqsınız. Bir çox tərəzilər özünü idarə etməkdə çətinlik çəkəcək, amma cəhd etməlisiniz. Artan impulsivlik şübhəsiz ki, səhvlərə və nöqsanlara səbəb olacaqdır. Ona görə də heç yerə tələsməyin, boş qayğılara, mənasız söhbətlərə vaxt itirməsəniz hər şeyə vaxtınız olacaq. Günün ikinci yarısında əsas problemləri yoluna qoya biləcəksiniz və bəzi çətinliklər öz-özünə həll olunacaq. Başqa insanlarla ortaq dil tapmaqda, onlara qalib gəlməkdə və onlardan istədiyinizi əldə etməkdə yaxşı olacaqsınız. Səhər sosiallaşmaq istəmirsinizsə, özünüzü məcbur etməyin. Günortaya qədər enerjiniz qaydana qədər gözləyin, sonra yetişəcəksiniz. Kimsə uzun müddətdir diqqətinizi gözləyir və axşam bunu göstərmək üçün mükəmməl vaxtdır. Bəzən lazım olan anda deyilən sadə bir salam başqasının ürəyinin qapısını açmaq üçün kifayətdir.
Kiçik jestlərin gücünü qiymətləndirməyin. Təbəssüm, bizneslə bağlı sual, kömək təklifi ciddi münasibət üçün ilk addım ola bilər. Əsas odur ki, düzgün anı seçin. Əqrəb bürcü. Günün ilk yarısında başladığınız hər şey tez və problemsiz yerinə yetiriləcək. Uzun müddət həllini tələb edən bir çox məsələləri həll edə biləcəksiniz. Bəzi əqrəblər müxtəlif insanlara münasibət tapmaq bacarığı sayəsində sərfəli sövdələşmələr edəcəklər. Yeni bir şey öyrənmək üçün əlverişli gündür. Qazandığınız biliklər uzun müddət yaddaşınızda qalacaq və mütləq sizin üçün faydalı olacaqdır. Özünə inam və əzmkarlıq istənilən maneəni çox çətinlik çəkmədən dəf etməyə imkan verəcək. Yaxınlarınızla mübahisələrə və mübahisələrə girməməlisiniz. Əks halda uzun müddətli münaqişələrdən və narazılıqlardan qaçmaq çətin olacaq. Əgər fikir ayrılığı yaranarsa, mümkün qədər tez barışıq üçün ilk addımı atın. Əgər sevilən biri barışıq və ya yaxınlaşma yolunda ilk addımı atırsa, prinsipcə onları itələməyin. Qürur bəzən səmimi niyyətləri görməyə mane olur və indi dialoqa açıq olmaq xüsusilə vacibdir. Ağılla deyil, ürəkdən danışın. Bu sevgi işlərində uğurun açarıdır. Həll olunmayan münaqişə kimi görünən şey, emosiyaların məntiqdən üstün olmasına icazə versəniz, xüsusi yaxınlıq anına çevrilə bilər. Əsl hisslərinizi göstərməkdən qorxmayın, onlar cavab tapacaqlar. Oxatan bürcü. Əgər uzun müddətdir hansısa vacib işə başlamaqda tərəddüd edirsinizsə, indi başlamaq vaxtıdır. Hər şey yaxşı olacaq, sağlam düşüncə və ehtiyatlılıq sizə kömək edəcəkdir. Təcrübəli həmkarların və ya çoxdankı müttəfiqlərin faydalı məsləhətlərinə arxalana bilərsiniz. Danışıqlar yaxşı gedəcək. Oxatanların əksəriyyəti qeyri-adi dərəcədə inandırıcı olacaq və güzəştli həll yolları təklif edə biləcəklər. Dostluq və sakitlik hətta köhnə düşmənlərə də qalib gəlməyə kömək edəcək. Uzun müddətdir görmədiyiniz insanlarla gözlənilməz görüşlər mümkündür. Ünsiyyət qurmaq və maraqlı təsiratlar qazanmaq imkanı olacaq. Keçmiş birdən sizə özünü xatırlada bilər. Keçmişdən bir mesaj, təsadüfi görüş və ya hətta sosial mediada köhnə bir foto şəkil. Bu səhifəni bağlamağa tələsməyin. Bəlkə də bəzi hekayələr davam etdirilməyə layiqdir. Bəzi hisslər yox olmur, sadəcə öz vaxtını gözləyir. Əgər siz və bu şəxs bir dəfə xüsusi əlaqəniz varsa, o yenidən alovlana bilər. Zaman bəzən hər şeyi öz yerinə qoyur və əslində nəyin vacib olduğunu göstərir. İkinci hərəkətə şans verin, bu birincidən daha maraqlı ola bilər. Oğlaq bürcü. Fikirlərinizi bildirməyə tələsməyin, xüsusən də sizdən tələb olunmayıbsa. Bu yanaşma sizə bir çox münaqişələrdən qaçmağa kömək edəcək. Əksər oğlaqlar ünsiyyətdə həmişəkindən biraz daha kəskin olacaq və bu onların nüfuzuna yaxşı təsir etməyəcək. Bununla belə təkəbbürünüzü cilovlamağı və enerjinizi düzgün istiqamətə yönəltməyi bacarsanız, təsirli nəticələr əldə edə biləcəksiniz. İlk cəhddə bir həll tapmaq həmişə mümkün olmur. Səbirli olun və etibarlı müttəfiqlərin köməyinə laqeyd yanaşmayın. Bəzi planlar ləğv edilməli və ya təxirə salınmalı olacaq, lakin bu daha da yaxşı olacaq. Səssizliyiniz səhv başa düşülə bilər. Nəzakət hesab etdiyinizi başqaları soyuqluq kimi qəbul edir. Nə deyəcəyinizi bilmirsinizsə, sadəcə deyin, dürüstlük sirrdən yaxşıdır. Bir səmimi etiraf münasibətlərdəki buzları əridə bilər. Məhəbbətdə, biznesdə olduğu kimi nəticə çıxarmağa tələsməyin. Vəziyyət təbii şəkildə inkişaf etsin. Bəlkə də ortağınız sadəcə dialoqa hazır olduğunuzun bir əlamətini gözləyir. Bəzən münasibətlərdə yeni bir səhifə açmaq üçün gəl danışaq demək kifayətdir. Dolça bürcü. Başqa insanlarla ümumi dil tapmaq həmişə mümkün olmayacaq. Köhnə ziddiyyətlər sizə özlərini xatırladacaq və vəziyyətin sürüşməsinə imkan verməmək, hər şeyi anlamağa çalışmaq daha yaxşı olardı. Əgər səbr və xoş niyyət nümayiş etdirsəniz, bir çox vacib problemləri həll edə və sizin üçün bəzi vacib münasibətləri bərpa edə biləcəksiniz. Bir çox dolçalar özünə nəzarəti saxlamaqda çətinlik çəkəcəklər, ancaq özünüzü əlinizdə saxlamalısınız. Tələsik vədlər verməməli və taleyüklü qərarlar verməməlisiniz. Siz həmişə vəziyyəti tez qiymətləndirə və hərəkətlərinizin nəticələrini hesablaya bilməyəcəksiniz. Yaxınlarınızın məsləhətləri ilk baxışda belə görünməsə də faydalı ola bilər.
Ancaq başqalarının fikirlərinə kor-korana etibar etməyin. Hətta onlar müdrik və doğru görünsələr belə. Ananız, xalanız və ən yaxşı dostunuz da daxil olmaqla, hər bir əlaqə mütəxəssisi yalnız romantik işlərinizin kənarını görür. Sizin və ortağınızın içində baş verənlər yalnız ikinizin bildiyi bir şeydir. Öz başınızı çiyinlərinizə qoyun və başqalarının məsləhətindən daha çox daxili kompasa etibar edin. Və cənnət xatirinə heç vaxt ancaq anam dedi ki, işinizi dəyişməyin vaxtıdır kimi bir cümlə qurmayın. Bu, romantik şam yeməyini döyüş meydanına çevirməyin etibarlı yoludur. Hər kəsi dinləyin, ancaq özünüz qərar verin. Balıqlar bürcü. Hər şey plana uyğun getməyəcək, ancaq istənilən vəziyyətdən çıxış yolu tapacaqsınız. Bir çox balıqlar başqalarına qalib gəlməyi asan tapacaqlar. Ona görə də uğurlu danışıqlar və yeni perspektivli tanışlıqlar gözləmək olar. Qarşınızda əlverişli perspektivlər açılacaq. Bundan istifadə etmək vacibdir. Yaxınlarınıza kömək etmək və ya nüfuzlu şəxsə yaxşılıq etmək fürsəti yaranacaq. Günün ikinci yarısında diqqətinizi biznesə cəmləmək və diqqətinizi xırda-xırda işlərə ayırmamaq çətin olacaq. Qarşıda səfərləriniz varsa, yola əlavə vaxt ayırın. Yolda gözlənilməz gecikmələr və digər xırda problemlər ola bilər. Planlar dağıla bilər, amma üzülməyin. Ulduzları sizin üçün daha yaxşı sürpriz gözləyir. Bir təsadüfi söhbət tanıdığınız biri haqqında təsəvvürünüzü kökündən dəyişə bilər. Ciddi düşünmədiyiniz bir insan tam sizə lazım olan biri ola bilər. İşlərinizlə həqiqətən maraqlananlara diqqət yetirin. Gününüzün necə keçdiyini, sizi nə narahat etdiyini, nə paylaşa biləcəyinizi soruşun. Bu sadə narahatlığın arxasında dərin rəğbət gizlənə bilər. Bugün yeni tanışlıqlar xüsusilə perspektivlidir. Onlara inkişaf etmək şansı verin.